Rusiya Silahlı Qüvvələri Sumi istiqamətində Qara Zolağa düşüb. Laknaya istiqamətində hücumun uğursuzluğundan sonra işğalçılar Basovkadan da çıxarılıb. Bu barədə Rusiya Silahlı Qüvvələri ilə əlaqəli olan Rusiyalı Z mənbə Severny Kanal məlumat yayıb. Aprelin 7-sində Rus qoşunlarının bir qrupu kvadrosikllarla dövlət sərhəddindən təxminən 6 kilometr məsafədə yerləşən Laknaya kəndinə keçməyə cəhd edib. Kolon dərhal məhv edilib. Bu hadisələrdən sonra Z kanalının məlumatına görə Rusiya ordusu Basovkadan da geri çəkilməli olub. Laknaya istiqamətində hücumda şansımız gətirmədi. Kvadrosikllərlə alınmadı və Ukraynalılar bunu hiss etdi. Əks hücuma keçdi və bəzi yerlərdə Basovka yaxınlığındakı mövqelərimizi geri aldı. Onların dronları və minatanları fasiləsiz işləyir. Düz mövqelərimizin üzərində müqavimət göstərməyə çalışırıq, amma aydındır ki, düşmən özünü toplayıb və dəqiq hərəkət edir. O, öz torpaqlarını əldən vermək istəmir. Böyük ehtimalla onları yenidən almağa çalışacaq, deyə Severny Kanal yazıb. Qeyd etmək lazımdır ki, nüfuzlu OSNT layihəsi Deep State-in məlumatına görə Sumi vilayətində dövlət sərhəddindən 1,6 kilometrlik kiçik hissəsi boz zona, yəni aktiv döyüşlərin getdiyi, heç bir tərəfin tam nəzarətində olmayan ərazi hesab olunur. Xatırladaq ki, ötən ay Rusiya avqust ayında Ukrayna qüvvələrinin ələ keçirdiyi Kursk vilayətinin əksər hissələrini geri qaytarmağı bacarmışdı. Rusiya öz elit briqadalarının, Şimali Koreya əsgərlərinin və yeni bir silah, radio siqnallarla deyil, uzun və yüngül bir lif vasitələrlə idarə olunan, siqnal pozuculara qarşı davamlı olan fiber optik dronları yerləşdirmişdi. İndi döyüşlər yenidən sərhəddi keçərək Ukraynaya keçib. Sərhəddə yaxın yaşayış məntəqələri bombalanır, bir neçə min mülki şəxsiyə qaçıb ya da təxliyə olunub. Bəzi Rus hücum bölmələri sərhəddi keçərək Ukrayna ərazisinə daxil olub. Amma Sumi vilayətinin hərbi administrasiyasının rəhbəri Vladimir Artyukhin onların məhv edildiyini deyib. Ukrayna qoşunları hələ də Rusiyada bəzi əraziləri nəzarətdə saxlayır. Martın son həftəsində diversiya hücumu çərçivəsində sərhəddi keçərək qonşu Belqorod vilayətində irəliləyiblər. Rusiya qüvvələri Ukrayna qüvvələrinin Belqoroda keçmək üçün istifadə etdiyi Ukrayna ərazisindəki şəhər və kəndləri bombalayır. Şərqdə isə Donbas bölgəsində döyüşlər davam edir.